Hər kəsə salam. Bugün Tibetin müalicə metodu haqqında danışmaq istəyirəm mən. Bugün göz zəifliyindən əziyyət çəkən xəstələr, baş ağrısından əziyyət çəkən xəstələr, nə qədər dərmanlar içsəz də, müalicələr alsaz da, sağala bilmirsinizsə, artıq bezmisinizsə kimyəvi dərman içməkdən, onda buyurun, bizim sağlamlıq mərkəzimizə gəlin, təbii yolla sağalmaq necə olur, görün. Böyrək xəstəliklərindən əziyyət çəkən insanlar, böyrəyində daş olan insanlar, böyrək büzüşməsindən, böyrək genişlənməsindən, böyüməsindən əziyyət çəkən insanlar, prostatdan əziyyət çəkən insanlar, sonsuzluqdan əziyyət çəkən ailələr, xərçəng xəstəliyindən əziyyət çəkənlər, şəkər xəstəliyindən əziyyət çəkən insanlar, buyurun gəlin sağlamlıq mərkəzimizdə, görün ki, təbii metodlarla necə müalicə edilir. Ürəyinə stent qoydurmaq istəyən insanlar, ürəyində ağrı olan insanlar, ürək problemindən şübhələnən insanlar, buyurun gəlin, ümumi check-up müayinə nəticəsində sizin ürəyinizin tutulma səbəbini, böyrəyinizdə daş səbəbini, prostatın səbəbini, baş ağrı səbəbini, şəkər səbəbini və bu kimi bütün hansı xəstəlikdən əziyyət çəksinizsə, hamısının səbəblərini ortadan qaldıraq. Yəni ki, əgər bir xəstəliyiniz varsa, bu xəstəliyin səbəbini tapmalıyıq və bu xəstəliyin səbəbi xüsusi Akulaev aparatı ilə tapılır və ona görə də müalicə düzgün, belə deyim, təşkil edilir müalicə və yəni xəstə sağalır, razı qalır. Əgər bugün mənim, şəxsən öz adıma danışıram, əgər bugün mənim xəstələrim sağalmamış olsaydı, məndən razı qalmış olmasalardı, Tibetdən razı qalmış olmasalardı, mən burada bugün çıxıb danışmazdım. Öz adıma deyirəm. Mənim xəstələrim razıdırlar. Mənim lipid çay alan xəstəm razıdır ki, lipid çay mənim təzyiqimi stabilləşdirir. Mənim lipid çay alan xəstəm razıdır ki, lipid çay mənim qəbizliyimi götürür. Mənim xitazan alan xəstəm məndən razıdır ki, xitazan mənim babasilimi əridir, yoxa çıxardır. Xitazan mənim mədəmi müalicə eləyir, mədə problemlərimi sağaldır. Mənim kardiseps alan xəstəm razıdır ki, böyrəyimdəki problem yoxdur, yoxa çıxır. Ürəyimə faydası var, bütün orqanizmama faydası var kardisepsin. Mənim sink alan xəstəm məndən razıdır ki, mən cinsi problemlərimə son qoya bilirəm sinklə. Mənim veykan alan xəstəm eləcə də. Yəni, bu insanlar razılıq eləyirlər. Mənim slimming çay alan xəstələrim razılıq edirlər. Lipid çayı içib özümü çox yaxşı hiss edirəm deyən xəstələrim var mənim. İllərlə kimyəvi dərmanlara minlərlə pul tökən xəstələrim var ki, 10 gündür heç bir damcı problemləri yoxdur müalicəyə başladığı müddətdən. Bugün Tibetin müalicəsinə inanmaq üçün sadəcə olaraq bir addım atıb gəlməlisiniz. Yəni, konkret olaraq deyirəm də, hər yerdə həkim var xəstəxanalarda, eləcə də Tibet Sağlamlıq Mərkəzində çox savadlı həkimlər var. Buyurub gələ bilərsiniz, sizi düzgün ümumi check-up müayinə eləyək Akulaev aparatı ilə və probleminiz nədirsə, hamısı ortaya çıxsın. Bugün sağlamlığınızın qeydinə qala bilərsiniz. Özünüzün, yaxınlarınızın, evladlarınızın və gələcək nəsillərimizin sağlamlığının qeydinə qala bilərsiniz. Tibetlə sağlam olmaq çox asandır. Sağ olun, sağlamlığınızın qeydinə qalın.